Salam. Bugünkü dərsdə Python proqramlaşdırma dilində numbers, yəni rəqəmlərlə işləməyi öyrənəcəyik. Bu mövzu çox vacibdir. Çünki kalkulyator, oyun, süni intellekt, məlumat analizi, statistik proqramlar və s. hamısı rəqəmlərlə işləyir. Pythonda əsasən iki növ rəqəm istifadə olunur. Yəni integer, tam ədədlər və float, vergül ədədlər. Tam ədədlər vergülsüz yazılır. Məsələn, print 5, 100 və -20. Terminalda biz bu rəqəmlərin çap olunduğunu görürük. Bunlar tam ədəd tipidir. Eyni qaydada vergüllü ədədlər də yaza bilərik. Məsələn, print 110/3, -20/5 və tam ədədlərində terminalda çap olunduğunu gördük. Bir dəyişənin hansı tip olduğunu yoxlamaq üçün type funksiyasından istifadə edirik. Məsələn, x bərabərdir 15 və y bərabərdir 5/5. Print type x, print type y. Terminalda birinci dəyişənin dəyəri integer, ikinci dəyişənin dəyərinin float olduğunu gördük. Biz həmçinin rəqəmlərlə bir neçə əməliyyatlar yerinə yetirə bilərik. Məsələn, toplama, print 5 + 3, çıxma, print 10/4, vurma, print 6/3, bölmə, print 10/2, qalıqlı bölmə, print 10%3. Burada nəticə 1 olacaq. Çünki 10/3 nəticədə 3 çıxır, qalıqda isə 1 olur. Bu əməliyyat çox vaxt istifadə olunur cüt və tək ədədlərdə, vaxt hesablamalarında və oyun sistemlərində. Qüvvəti alma, print 2^3 və tam bölmə, print 10 qoşa bölmə 3. Bu əməliyyatları terminalda icra edirik və bütün əməliyyatların icra olunduğunu görə bilirik. Biz həmçinin istifadəçidən rəqəm ala bilərik. Yəni, klaviaturadan daxil etdiyimiz rəqəmi ekrana çıxara bilərik. Məsələn, yaş bərabərdir int input, yaşınızı daxil edin. Print yaş. Burada input istifadəçidən məlumat alır, yəni klaviaturadan daxil edirik. Init isə integer, yəni mətin rəqəmə çevirir. Terminalda icra edirik. Yaşınızı daxil edin, yəni 50 və print funksiyası ilə yaşın çap olunduğunu gördük. Eyni qayda float tipi üçün də aiddir. Biz sadəcə integeri float edirik. Yaşı boya çeviririk və boyunuzu daxil edin. Print boy. Terminalda icra edirik. Boyumuzu daxil edirik və enter. Daxil etdiyimiz rəqəmin ekrana çap olunduğunu gördük. Həmçinin biz rəqəmləri yuvarlaqlaşdıra bilərik. Bunun üçün round əmrindən istifadə edirik. Print round 5/7. Bunu 6-ya yuvarlaqlaşdıracaq. Bəli, terminalda 6 rəqəmini görürük. Həmçinin biz mənfi rəqəmləri müsbətə çevirə bilərik. Bunun üçün ABC funksiyasından istifadə edirik. Print ABC -10 və terminalda -10 müsbətə çevrildi. Bu istənilən mənfi ədədlərə aiddir.
biz həmçinin rəqəmlərin maksimum və minimum qiymətlərini də ala bilirik. Bunun üçün max və min əmrlərindən istifadə edirik. Print max 5, 10, 2 və print minimum. Yuxarıda biz max dəyəri 10 alacağıq, aşağıda isə minimum dəyəri 2 alacağıq. Öyrəndiklərimizə əsasən kiçik bir kalkulyator qura bilərik. A bərabərdir integer, input, birinci rəqəmi daxil edin. B bərabərdir input, ikinci rəqəmi daxil edin. Rəqəmlərin üzərində öyrəndiyimiz əməliyyatları bura yazırıq. Birinci toplama, yəni daxil etdiyimiz rəqəmləri toplasın. İkinci çıxma, daxil etdiyimiz rəqəmləri çıxsın. Üçüncü vurma, daxil etdiyimiz rəqəmlərin hasilini yazsın. Və sonda bölmə, daxil etdiyimiz rəqəmləri bölsün. Terminal çalışdırırıq, birinci rəqəmi daxil edirik, ikinci rəqəmi daxil edirik. Nəticədə birinci daxil etdiyimiz rəqəmləri topladı, sonra çıxdı, sonra vurdu və böldü. Bu mövzu Python proqramlaşdırmanın əsas hissələrindən biridir. Gələcəkdə data analitika, AI, oyunlar, kalkulyatorlar və avtomatlaşdırma sistemlərində hamısı rəqəmsal əməliyyatlar üzərində qurulacaq. Bugünkü videomuz bu qədər. Növbəti videolarda görüşərik.